10-15 il əvvəl internetdə bir foto paylaşılmışdı. Çimərlik geyimində bir neçə yaşlı kişinin bu fotosunun altına təxminən belə yazılmışdı. Bütün bu Miami, Havay, Baham adalarında səyahətin pulunu verən bizik, amma adımızı heç yerdə çəkmirlər. Yəni nəhəng bankların sahibi olan bu kişilərin adından fəryad çəkilirdi ki, sizin istirahət, restoran, dəbdəbə şəkillərinizə görə yığdığınız layklar əslində bu qardaşların zəhmətinin bahasıdır. Sizin dəbdəbənizin əsl sahibləri sizə bu həyatı yaşamağa icazə verənlərdir. Bu günlərdə sosial şəbəkədə Əli Kərimlinin üzərinə it kimi hürən sürüyə baxanda adam istər-istəməz belə fikrə gəlir. Ay qardaş, ay bacı, axı sənin həyatının, sürdüyün ciplərin, övladlarına gün ağlamağın, ərinə, arvadına, saxladığına xərclədiyin pullar əslində Əli bəyin zəhmətinin bəhrəsidir. Səni və sənin kimi yüzlərlə böyük və kiçik kalibrli trolu bəsləməyin yeganə məqsədi bəyimizin varlığıdır. Əgər Allah eləməsin Əli bəyə bir şey olsa, daha sizə xərc çəkməyin mənası qalmayacaq. Hakimiyyət sahiblərinin Əli Kərimli ilə düşmənçiliyi təbii və başa düşüləndir. Onlar bilirlər ki, yaşadıkları azğın və firavan həyatın düşməni var. Onları bağışlamaq mümkün olmasa da, başa düşmək imkan daxilindədir. Amma kalibrindən asılı olmayaraq, tulapayı ilə bəslənən trollara bu yaraşmır. Məntiqlə trollar Əli bəyin vücudunun salamatlığında, onun mübarizəsinin davam etməsində maraqlı olmalıdırlar. Çünki, bir daha təkrar edirəm, sosial şəbəkələrdə deputatından tutmuş, jurnalistinə qədər fəallıq göstərən trollar faktiki olaraq hakimiyyətin yox, Əli Kərimlinin çörəyini yeyir. Trol anlamalıdır ki, onun orta məktəbdə Azərbaycan dili, ədəbiyyatdan, tarixdən 5 alması, 4-cü sinifin inşa səviyyəsində yazdığı jurnalist yazılarının bir qara qəpiklik dəyəri yoxdur. Apardığı konferanslar, treninqlər, Qarabağa səfərlər, evlərinə elədiyi bazarlıq, xanımının geyimləri məzlum Əli bəyin sayəsindədir. Əgər trol bu sadə həqiqəti dərk etsə, bəlkə də, düzdür, bu ehtimaldır, sakitləşər. Nəzəri olaraq fərz edək ki, Əli bəy mübarizəsini hər hansı səbəbdən saxlayır. Təsəvvür edirsinizmi, ölkədə nə qədər ailə münaqişəsi yaranar, ailələr dağılar, minlərlə insan öz stabil qida mənbəyindən məhrum olar. Biologiyada olduğu kimi Əli Kərimli indi minlərlə parazitin qida bazası rolunu oynayır və bu baxımdan minnətdarlıq etməsələr də ən azı hayasızlıqlarının dozasını almalıdırlar.